Salam, hər vaxtınız xeyir olsun. Bu günləri sizinlə qadın cinsiyyət sistemi orqanları haqqında danışacağıq. Həmçinin bunlarda baş verən proseslərlə tanış olacağıq. Qadın cinsiyyət sistemi orqanları xarici və daxili cinsiyyət sistemi orqanları olmaqla iki yerə bölünür. Xarici cinsiyyət sistemi orqanlarına böyük və kiçik cinsiyyət dodaqları aiddir. Daxili cinsiyyət sistemi orqanlarına isə bir cüt yumurtalıq borusu, uşaqlıq boynu və uşaqlıq yolu aiddir. Gəlin bu orqanları bir də şəkil üzərində göstərək. Demək, bu orqanlardan uşaqlıq, yumurtalıqlar cüt orqandır, yumurtalıq boruları cüt orqandır, uşaqlıq boynu və uşaqlıq yolu isə tək orqanlardır. Və bu orqanlar yerləşirlər çanaq boşluğunda. Biz bilirik ki, yumurtalıqlar insanın qarışıq sekresiya vəzlərindəndir. Yumurtalıqlarda həm yumurta hüceyrə əmələ gəlir, həm də burada hormonlar əmələ gəlir. Hansı ki, bu hormonlar qadınlarda ikinci cinsiyyət əlamətlərinin inkişafına cavabdeh olan hormonlardır. İndi bir xatırlatma edim ki, qadın dünyaya gələrkən onun hər yumurtalığında 400 min, yəni toplamda 800 min yetişməmiş yumurta hüceyrə olur. Bu yumurta hüceyrələr meyoz 1 keçiriblər və gözləyirlər. Meyoz 1-i nə zaman keçiriblər? Embrional inkişaf dövründə. Amma meyoz 2-ni keçirəcəklər cinsiyyət işgənik dövründə, yəni 10-cu yaşda meyoz 2 keçirəcəklər. Bu proseslə harada baş verəcək? Meyoz 2-nin baş verməsi olacaq, demək, yumurtalıqlarda. Yumurtalıqlarda baş verən bu proses menstruasiya sikli adlanan siklda ərzində olacaq. Yəni bu sikl qadınlarda başlayır 10-cu yaşdan və hər ay bir yumurtalıqda bir yumurta hüceyrə meyoz 2 keçirəcək, yəni yetişəcək. Menstruasiya sikli 20 gündən 30 günə qədər davam edə bilər, amma biz 28 günlük bir sikl üzərindən bu dərsi danışacağız sizinlə. Menstruasiya sikli bölünür 3 fazaya. Aybaşı fazası, hansı ki burada aybaşı qanamalara baş verir. Aybaşdan sonraki faza uşaqlığın daxili selki qişası gördüyümüz kimi burada qalınlaşmağa başlayır. Həmçinin burada yumurta hüceyrə ovülyasiya eləyir. Sonra 3-cü aybaşı sarıçın fazasıdır. Sarıçın fazasında uşaqlığın içəri tərəfi daha da qalınlaşıb, daha yüksək qalınlıq səviyyəsinə çatıb və həmçində burada sarı cisim əmələ gəlib. Gəlin indi bunların hər birini tədricən sizinlə danışaq və prosesi şəkil üzərindən nəzərdən keçirək. Başlayaq birinci şəklin bu hissəsindən. Nə baş verir burada? Burada yumurta hüceyrənin ovülyasiyası təsvir olunmuşdur. Biz bilirik ki, əvvəlki hormonlar haqqında danışdığımız dərsdə də demişdik ki, hipofizin ön payında hormon hazırlanırdı. Həmin hormon hansı hormon idi? FSH, folik stimullaşdırıcı hormon. Həmin folik stimullaşdırıcı hormonun yumurtalıqlara təsiri nəticəsində yumurtalıqlarda hüceyrələr əmələ gəlirdi. Həmin hüceyrələr, daha doğrusu hüceyrələr inkişaf etməyə başlayırdı. Həmin hüceyrələr inkişaf etdikcə onlar həmçinin estrogen və progesteron hormonları da xaric edirdilər. Estrogen hormonları bu zaman daha çox əmələ gəlirdi. Progesteron isə nisbətən az miqdarda əmələ gəlirdi. Və bu hormonların təsiri altında, xüsusilə estrogen hormonunun miqdarının çox olması nəticəsində hipofizə siqnal gedirdi. Hipofiz lüteinləşdirici hormon deyilən LH hormonunu ifraz edirdi. Və LH hormonunun təsiri altında demək ovülyasiya baş verirdi. Ovülyasiya siklin 14-cü gündə baş verirdi. İndi mən burada saxlayıram bu danışdığımı və ovülyasiya etmiş, yəni follikul partladıqdan sonra follikulun içərisinə çıxmış yumurta hüceyrə haqqında bir qədər məlumat vermək istəyirəm. Əvvəlcə deyim ki, bu hüceyrə, yumurta hüceyrə hələ tam yetişməmiş yumurta hüceyrədir.
və bu yumurta hüceyrə ovülyasiyadan sonra saçaqlı qıf tərəfindən tutulur və yumurtalıq borularına daxil olur. Və bu borularda hərəkət etdikcə yetişir. Mən burada istiqaməti uşaqlığa doğru çəkmişəm. Yəni bunu o məqsədlə deyirəm ki, o məqsədlə çəkmişəm ki, bunu belə. Çünki burada borunun içərisində hər ikisində kirpiklər var. Kirpiklər yumurta hüceyrənin uşaqlığa tərəf gəlməsinə şərait yaradır. Uşaqlığa tərəf gəlməsinə kömək edir. Və yumurta hüceyrə gəlir uşaqlığa. Və sonra yumurta hüceyrənin daha hansı proseslərdən keçəcəyini danışacağam. Amma indi qaydım bu şəkildə partlamış follikulun yerində nə əmələ gəlib, onu sizinlə danışmağa. Partlamış follikulun yerində yağ damlalarından ibarət olan sarı cisim əmələ gəlir. Sarı cisim müvəqqəti daxili sekresiya vəsidir. O da hormon hazırlayır. Onun da hormonları yenə estrogen və progesteron adlı həmin hormonlardır. İndi bu dəfə progesteron daha çox hazırlanır. Estrogen isə nisbətən az miqdarda hazırlanır. Və bu hormonların təsiri altında, bu hormonların uşaqlığın daxili divarına göstərdiyi təsir altında onsuz da hələ aybaşı fazasından başlayan bu uşaqlığın selki qişasının inkişafı daha da sürətlənir burada. Və burada sürətli mitoz bölünmələri baş verir. Uşaqlığın selki qişası qan damarları ilə zənginləşir və uşağı qəbul etmək üçün hazırlanır. Daha doğrusu ruşeymi qəbul etmək üçün hazırlanır. Əgər hamiləlik baş verərsə, bu endometriya öz yarandığı bu qalınlığın saxlayacaq. Yox, əgər hamiləlik baş verməzsə, bu zaman progesteron hormonu miqdarı azalacaq, estrogen həmçinin azalacaq miqdarı və bu iki hormonun miqdarının azalması nəticəsində bu selki qişada olan qan kapillyarları qopacaq və demək uşaqlığın selki qişası uşaqlıqdan ayrılmış olacaq. Və həmçinin hamiləlik baş tutmadığı halda burada şəkildə göründüyü kimi mayalanmamış bu yumurta hüceyrədə qan kütləsi ilə birlikdə uşaqlıq yolundan xaric olacaq. Və bu da aybaşının, yəni aybaşı siklinin birinci aybaşı fazasına uyğun gəlir. Görək, burada hamiləlik baş verdiyi halda nə olur? Hamiləlik baş verdiyi halda isə mayalanmış yumurta hüceyrə, hansı ki mayalanma bu boruda gedir. Mayalanmış yumurta hüceyrə. Burada tədricən bölünmələrə məruz gəlir və gəlir çox hüceyrələri rüşeymə çevrildikdən sonra uşaqlığın daxili selki qişasına implantasiya olunur. İndi bu haqda növbəti dərslərimizdə danışacağım sizinlə. Mən bir də istəyirəm burada məlumat verəm yumurta hüceyrənin ölçüləri haqqında, yaranan yumurta hüceyrənin ölçüləri haqqında. Yumurta hüceyrə demək dedik ki, 2 mərhələdə əmələ gəlir. Bir embrional inkişaf dövründə, bir də postembrional inkişaf dövründə. Embrional inkişaf dövründə əvvəlcə mitoz bölünmə yolu ilə çoxlu sayda hüceyrələr əmələ gəlirdi. Çoxalma mərhələsində. Sonra o hüceyrələrin hər biri böyümə mərhələsinə keçirildi, sonra isə yetişmə mərhələsinə gəlirdi. Yetişmə mərhələsində də meyoz 1 və meyoz 2 baş verirdi. Belə ki, hər bir hüceyrə yetişmə mərhələsinə daxil olarkən diploid xromosom yığımı idi. Və hüceyrə bölünürdü. Bir iri və bir kiçik hüceyrə olmaqla 2 hüceyrə əmələ gətirirdi. Bu bölünmə prosesi meyoz 1 idi.
və əmələ gələn hüceyrələrdə haploid xromosom yığımı olurdu. Lakin onların xromatidi 2 idi. Hərəsində 2 xromatidi olurdu. Yəni xromatid sayı xromosom sayından 2 dəfə artıq olurdu. Və bu bölünmə dayanırdı. Cinsi yetişkənlik dövründə bölünmə davam edəcəkdi. Cinsi yetişkənlik dövrü qadınlarda 10-12 yaşdır. 10-12 yaş, yəni postembrial inkişaf dövründə proses davam edir. Hər ay bir yumurtalıqda, yəni əksərən belədir, hər ay bir yumurtalıqda bir demək yumurta hüceyrə yetişmiş olur. Əmələ gəlir. Əvvəlcə partlayır follikul, ondan yumurta hüceyrə əmələ gəlir və sonra da yumurta hüceyrə yetişir. Və bu proses də meyoz 2-dir. Meyoz 2-də bu iri yumurta hüceyrə üzərindən danışacağım. Bu hüceyrə, yəni birinci dərəcəli ovosit də deyə bilərəm buna. Bu hüceyrə bölünür 2 yerə. Yenidən bir böyük və bir kiçik hüceyrə əmələ gəlir. Artıq bu hüceyrələr tək xromatidli xromosoma malikdirlər hər biri. Bəs bu hüceyrələr nəyə görə burada yumurta hüceyrə böyükdür? Amma bu yönəltici cimcik də deyirik buna. Bu xırdadır bu hüceyrə. Nəyə görə bu hüceyrə xırdadır o zaman? Bu böyükdür, bu xırdadır. Çünki sitoplazmanın bölünməsi tam getməyib. Bu yumurta hüceyrəyə, yəni yetişməmiş yumurta hüceyrəyə daha çox sitoplazma düşüb. Səbəbi nədir? Səbəbi odur ki, əgər maylanma baş tutarsa, çox hüceyrələr üşüyüm implantasiya edənə qədər ona enerji lazımdır. Çünki orada sürətli şəkildə bölünmə prosesləri gedir. Həmin enerjini də hardan alır? Həmin enerjini alır. Demək, sitoplazmadakı ehtiyat qida maddələrindən. Yumurta hüceyrə maylanacaq, amma bilirik ki, yönəltici cimcik maylanmır. Bəs onda yönəltici cimcik nəyə görə əmələ gəldi, əgər maylanma getmirsə? Yönəltici cimcik ona görə əmələ gəldi ki, baxın, bu hüceyrə bölünməli idi. Bununsa xromosom sayı haploid olursa da, xromatid sayı 2 qatı idi hələ. Yəni 2 xromatidli xromosomlar idi. Maylanma üçün bunun bir xromatidli xromosomlara malik olmalıdır. Yəni ona görə də bölünməli idi. Bölünərkən isə bir dənə yumurta hüceyrə əmələ gətirir, bir dənə də yönəltici cimcik əmələ gətirir və sitoplazmanın daha çox hissəsi yumurta hüceyrənin payına düşür. Bir də yumurta hüceyrə yumurtalıqlarda əmələ gələrkən yumurtalıqlarda burada bir qism hüceyrələr də vardır ki, onlar da demək yumurta hüceyrənin ətrafında yerləşirlər, onun qidalanmasını təmin edirlər. Yəni bu hüceyrələrin də mayalanmada heç bir rolu yoxdur. Mayalanmada yəni bunlar iştirak etməyən hüceyrələrdir. Biz indi bu dərsimizdə sizinlə danışdıq qadın cinsiyyət sistemi orqanları haqqında, növbəti dərslərdə də kişi cinsiyyət sistemi orqanları haqqında da danışacağıq.